Hər vaxtınız xeyir olsun dəyərli Statinfo izləyiciləri. Bugün 20 may tarixinə olan bir son dəqiqə xəbərini diqqətinizə çatdıracağım. Xatırlayırsınızsa, Bakıda Rus evini bağlamışdıq və əsas səbəb də onların casusluq fəaliyyəti ilə məşğul olması idi. Azərbaycana qarşı dövlət maraqlarına zidd fəaliyyətləri idi. İndi Ermənistanda da eyni proses başlayıb, İrəvanda da Rus evini bağlayırlar. Onlar da casusluq ittihamı ilə. Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanda yerləşən Rus evinin ləğv edilməsi ilə bağlı hazırlıq işlərinə başlayıb və bu barədə Ermənistan Telegram kanalları məlumat yayıb. Məlumata görə Milli Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış plana əsasən bəzi vəzifəli şəxslər ciddi şəkildə cəzalandırıla bilər. Qeyd olunub ki, Rus evinin direktoru Vadim Fifilov və onun müavini Viktoriya Deripaskoya qarşı casusluq, Moskva evinin İrəvandakı direktoru Ayka Merikyanov isə dövlətə xəyanət ittihamı ilə bir ittiham irəli sürülməsi planlaşdırılır. Dəyərli izləyicilər, yəni Ruslar harda varsa onlardan heç bir halda xeyir gəlməyib və nəhayət ermənilər də bunu əslində çoxdan bilirdilər. Sadəcə indi özlərində güc və cəsarət toplayıblar ki, Rus evini bağlasınlar, Ermənistandan casusluq fəaliyyətləri baş verməsin Rusiyaya doğru. Halbuki bütün Ermənistanın siyasi, hərbi, iqtisadi və digər sahələri uzun illər, elə bir çox qismi indi də Rusiyanın nəzarətində olub. Yəni, onların bunu etməsi bir qədər də, necə deyim, gülməli görünür ki, Rusiya bütünlüklə Ermənistanın hər bir sektoruna nəzarət edir və demək olar ki, Ermənistan Rusiyanın forpostudur. Hər nə qədər bundan qaçmağa çalışsa da hələ də ciddi bir dəyişiklik demək olar ki, yoxdur. İndi hazırda Paşinyan elə buna çalışır ki, Rusiyanın nəzarətindən xilas ola bilsin.